Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Deməli, sınaq 3-ün izahına başlayırıq və eyni zamanda nəzərinizə çatdırmaq istəyirəm ki, bizim MİQ və sertifikasiya dərslərimiz davam edir. Yüksək nəticə toplamaq istəyən müəllimlər bizim dərslərimizə qoşulub və dərslərdən yararlana bilər. Dərslər həftədə 3 dəfə olmaqla keçirilir. Hər dərs müddəti 1 saat yarımdır. Onlayn və əyani formada dərslər təşkil olunur. Və eyni zamanda dərslərin nəzəriyyə hissəsi PDF formasında müəllimlərə təqdim olunur. Testlər izah olunur və həftə sonu ödənişsiz sınaq imtahanları keçirilir. Ciddi məşğul olmaq istəyən müəllimlər dərsə qoşula bilər. Yəni bizim nömrəmiz də yuxarıda qeyd olunub. Vaxt itirmədən testlərin izahına başlayaq. Bu testlərdə hamısı, deməli imtahandan götürülmüş nümunələrdir. Məsələn, birinci sualda, MİQ və sertifikasiya düşmə ehtimalı olan suallardır. Birinci sual belədir. Deməli, birinci sualda deyir ki, sükunət vəziyyətindən. Sükunət deyirsə, deməli, cismin başlanğıc sürəti 0-dır. Düzxətli hərəkət edən cismin koordinat zaman qrafiki verilmişdir. Cismin 3-cü saniyənin sonunda. 3-cü saniyənin sonu elə 3 saniyə deməkdir. Sürəti tapın. Burada da görürük ki, bax, başlanğıc koordinat 4 verilib, son koordinat verilib 10. Deməli, yazıram, x0 bərabər 4 metr, x bərabər, deməli, 10. Birinci 2 saniyə üçün biz təcili tapaq. 2 saniyə üçün təcili tapaq. Onda bizim düsturumuz belə olacaq. X bərabərdir, x0 plus v0t plus at kvadrat bölü 2. Deməli, başlanğıc sürəti 0-dır. Bu da bərabər. X-in yerinə 10 yazıram. X0-da 4-dür. Onda olacaq at kvadrat bölü 2 bərabərdir. 10-dan çıxıram 4-ü 6. A bərabərdir 12 böl 4. 3 eləyir. Təcili tapdım 3. Yəni 2 saniyə üçün. Onda mən sürəti tapa bilərəm də. V bərabər at. Başlanğıc sürətdə 0-dır. Deməli, təcil 3-dür. Bizə neçə saniyə deyir? 3. Deməli, 3-ə vırırıq. 9. Cavab D variantı. Keçirik ikinci suala. İkinci sualda deyir ki, koordinat başlanğıcından eyni anda düzxətli hərəkətə başlayan koordinat başlanğıcından eyni anda, yəni bunların başlanğıc koordinatları eynidir. İki cismin sürət proyeksiyası zaman qrafiki verilmişdir. Neçə saniyədən sonra bu cisimlə bir də görüşürlər. Deməli, görüşmə koordinatların bərabərləşməsidir. X1-i X2-yə bərabər eləyirəm. X1 bərabər təcilli hərəkət edir. Bu birinci cisim. Bərabər təcilli hərəkətə koordinat üstü x0 plus v0t plus at kvadrat bölü 2-dir. İkinci cisim bərabər sürətli hərəkət edir. Bərabər sürətli koordinat üstü x0 plus vt-dir. Hər iki cisim başlanğıc koordinatda eyni olduğuna görə başlanğıc koordinatları ixtisar gedir. Deməli, birinci cismin başlanğıc sürəti verilib bizə 2. Vır. T plus deməli A vır. Deməli T'nin yerinə heç nə yazmıram. T kvadrat böl 2 bərabərdir və məlumdur bərabər sürətli hərəkət edir. İkinci 8 vır T. Bizə lazımdır burada A-nı tapaq. A-nı tapandan sonra A bərabər təcilli hərəkətdə təcilin üstü v0 böl T 8 çıx 2 böl deməli 8 çıx 2 böl 3. Təcil hər yerdə eynidir. 8-dən 2 6-nı 3-ə böləndə edir 2. Təcil 2 tapdım mən burada. Gətirib burada yerinə yazsam bu 2-lər gedir. Qalır burada nə? T kvadrat bərabərdir. Deməli
6t və buradan t-ni t xısa getsə t bərabər olacaq 6. Deməli cavab olacaq 6 saniyə. Sonra baxaq 3-cü suala. Bu da qəşəng suallardan biridir. Deməli bizə deyir ki, düz xətli hərəkət edən iki cismin koordinat zaman qrafikləri verilmişdir. 3 saniyə sonra cisimlər arasındakı məsafəni hesablayın. V0L bərabər 0. Deməli birinci cisim, yəni K cismi bərabər sürətli hərəkət edir. Bərabər sürətli hərəkətdə sürət hər yerdə eynidir. X çıx x0 böl t. Birinci 1 saniyə üçün sürəti tapaq. Çünki sürət hər yerdə eynidir. 1 çıx 0 böl 1. Sürət oldu 1. İndi həmin cisim 3 saniyədən sonra harda olacaq? XK-nı yazıram ha. XK bərabər x0 plus v vır t. Başlanğıc koordinat 0'dır, bu getdi. V 1'dir. 3 saniyə sonra 3'ə vururam. Eləyir 3. Deməli bu K 3 saniyədən sonra 3 metr yol getdi. İndi L-i tapıram. L-i də tapmaq üçün L-də birinci təcili tapıram mən. Təcili. Çünki təcili hərəkətdə təcili hər yerdə eynidir. Düstur belədir. X bərabər x0 plus v0t plus at kvadrat bölü 2. Deməli başlanğıc koordinat 0. Başlanğıc sürət 0. Son koordinat -1. A t kvadrat bərabər -2. T bizə verib də 1. Onda A-nı tapıram. Təcilin proyeksiyası -2. Təcili tapandan sonra mən 3 saniyədən sonra cisim hansı koordinatda olub onu tapa bilərəm də. X bərabərdir. Yenə yazıram. X0 0'dır. V0 0'dır. A t kvadrat bölü 2. Yəni 3 saniyə üçün tapıram A koordinatı. A -2 tap. -ni 2'yə böldüm, elədi -1. T'də 3 saniyə üçündür də 9. -9. Bunu göstərir ki, x oxun əksinə gedir. Bax, burada fikir verə. Birincisi buradan getdi bura. Nə qədər getdi? Buradan getdi bura. Bura gəldi 3 metr. İkinci cisim isə gəldi bax bura. 9 metr bura gəldi. -9. İndi biz bunlar arasındakı məsafə nə olacaq? Əlbəttə ki 12 metr olar da. 9 ilə 3-ün cəmi 12. Y variantı. Sonra 4-cü suala baxaq. Deməli sürətin proyeksiyasını zamandan asılı qrafik verilmişdir. Alfa bucağının tangesi. Deməli V0'dırsa bu, bura olacaq V. Bunu paralel köçürdürüb, bura olacaq delta V. Bu da delta T'dir. Bucağın tangesi bərabərdir delta V böl delta T. Bu da bizə verir təcilin proyeksiyası. A variantı. 5-ci sualda deməli yola görə orta sürətini hesablayın. Aha. Birinci burada nə edirik? Yer dəyişməsi verib 6t minus 3t kvadrat olan cismin 3 saniyə ərzində yola görə orta sürətini tapın. Deməli biz nə edəcəyik burada? T-ni yerinə 3 yazaq. S bərabərdir modul tap. 6 vır 3 çıx 3 vır 9. Bu deyiləcək deməli yola görə orta sürəti bizdən soruşur. Deməli 6 üçün 18, 27-dən də 10 modul götürürük də burada. Çünki yol heç vaxt mənfi ola bilməz. 27 çıx 18. Bu deyiləcək 9. 9. İndi yox, burada bir dənə şey var da. Deməli burada başlanğıc sürət bizə verib 6. Təcilin proyeksiyası verib -6. Burada bir dənə şeyə diqqət eləmək lazım bax. Deməli VT qrafiki qururam avtomatik. Başlanğıc sürət 6-dır. Təcil mənfidirsə düz xətt aşağı yönəlir. Aşağı yönəlir. İndi bax, bizim sürətin düsturu belə olacaq da. Vx bərabər V0 plus AT. AXT. İndi gəl baxaq görək, bax bu nöqtədə cismin son sürəti 0 olub. Neçə saniyədən sonra? Bunu 0-a bərabər. V0 6-dır. Təcilimiz -6-dır. Çıx 6 T. Deməli belə çıxır ki 1 saniyədən sonra cismin son sürəti 0 olub. Həqiqətən də.
Bəs 3 saniyədən sonra nə qədər olub? Bu 3 saniyədən sonra cismin deməli son sürəti nə qədər olacaq? Bunu silirəm. 3 saniyədən sonra V bərabərdir V0 plus AXT. V0 6'dır. A tapmışdım. Mənfi 6 vur 3. Mənfi 12. Deməli son sürət olur mənfi 12. Bizə deyir ki 3 saniyə ərzində. Deməli bu fiqurun sahəsini tapırıq. Plus da bu fiqurun sahəsini və toplayırıq. S1 də S2. S1 olacaq 1 vur 6 bölü 2 3. S2 də olacaq 3-dən 1 2. O da 12 eləyəcək. Bunu cəmi eləyəcək neçə? Yolu tapanda. Yol fiqurlarının sahəli, modulları toplayıram. 15. İndi bizə də yola görə orta sürət tap. Yola görə orta sürət olacaq 15 böl. Yolu bölürəm zamanı. 15 3 saniyə ərzində deyir də. Deyəcək 5. Cavab olacaq B variantı. 6-cı suala baxaq. 2 saniyə ərzində A cisiminin B cisiminə nəzərən sürəti. A cisiminin B cisiminə nəzərən sürəti A-dan B-ni çıxıram. Deməli 2 saniyədən sonra bu A cisiminin sürəti olub 3. Çıx. B cisiminin sürəti olub mənfi 2. Deyəcək 5. Cavab A variantı. Sonra 7-yə baxaq. Burada da birinci biz A-nın sürətini tapaq. Bərabər sürətlidir. A-nın sürəti nədir? X çıx X0 böl T. Yəni 9 çıx 0 böl 3. 3 eləyir. B-nin sürəti də nə olacaq? Son koordinatı mənfi 6, başlanğıc koordinatı 0-dır. Böl 3. Neçə eləyəcək? Mənfi 2. A cisiminin B cisimə nəzərən sürəti A-dan B-yə çıxıram da. Yəni 3-dən çıxıram mənfi 2. 5. Cavab olacaq A variantı. Sonra 8. Deməli, koordinat zaman qrafiki verilib 4 saniyə ərzində yer dəyişməyə görə orta sürəti tap. Birinci biz yer dəyişməni tapaq. Yer dəyişmə x minus x0'dır. Yəni başlanğıc koordinat budur. Son koordinat da budur. Mənfi 1 çıx 1. Mənfi 2 eləyir. Onda yer dəyişməyə görə orta sürət. Yer dəyişməni bölürəm zamana. Mənfi 2'ni bölürəm. Bizə neçə saniyə deyir? 4 saniyə. Bu da eləyəcək mənfi 0.5. A variantı. Sonra 9. 9-cu sual. Aha, bu da qəşəng sualdır. Deməli, başlanğıc sürəti 9-dur. V0 bərabər 9 metr böl saniyə. Başlanğıc sürətlə bərabər təcili hərəkət edən cisim 1 saniyə və 5 saniyə olduqda eyni nöqtədə olub. Aha, bax burada biz bu tipli sualları həll eləyəndə, deməli biz nə edirik? Əgər bunlar ikisi də eyni nöqtədə olubsa, onda bunun tən ortası nə olacaq? Bunların cəminin yarısı. Yəni 1 üstəgəl 5, 6'nın yarısı 3 eləyir də. Belə yazırıq, tən ortası. 1 üstəgəl 5 böl 2. 3. Aha, tapdım 3. İndi bilirik ki, təpə nöqtədə cisim deməli hərəkət istiqamətini dəyişir. Yəni burada cismin sürəti olur 0. Aha, cismin hərəkət təcilini tapmaq üçün çox sadə. Başlanğıc sürəti verib, təcili tapanda yazıram V çıx V0 böl T. Birinci bu intervala baxaq da. Çünki təcil hər yerdə eynidir. Son sürət 0. Başlanğıc sürət verib bizə 9. Zaman da bax bu 0-dan gəlib 3'ə 3 saniyə. Mənfi 3. Cavab D variantı. Sonra ona baxaq. A arabacığı ilə bağlı hesablama sistemində. Deməli hesablama sistemi A-dır. Onda biz nə edəcəyik? B-dən A-nı çıxırıq. Hesablama sistemi hansı cisimdirsə o həmişə çıxılır. Onda B-dən A-yı çıxıram. Özdə vektorial. Bunu biz belə də yaza bilərik. B-nin üstünə gəlirəm. Mənfi A-nı. Çünki müsbəti mənfiyə vuranda mənfi edir. Bərabərdir. B nədir? Sağa gedir 4. Yazıram burada. Üstünə gəlirəm. Mənfi o demək ki, tərsinə çevirəcəm onu. 10. Ondan da vektorlar əks istiqamətdə olanda çıxılır. Böyüdən kiçik çıxılır və istiqamət böyüyə tərəf, yəni 10'a tərəf. Deməli 6 eləyəcək və B variantı. Sonra cisim yolun birinci yarısını gedib, ikinci yarısını da bu qədər gedib. Bütün yolda orta sürəti, bax biz bu düsturdan keçirik də. Yollar bərabərdirsə. V2, V1.
V2 böl V1 üstəgəl V2. 2 vur 30 vur 30 36 kilometr böl saatı metr böl saniyə çevirəndə eləyir 10. Böl. Burada o çaşdırıcı sualdır. 30 üstəgəl 10. Bu da eləyir bax. 2 üçün 600 böl 40. Bu da eləyir 15. Cavab C variantı. Sonra baxaq buna. Burada da eyni qayda ilə bax. Bayaq elədiyimiz qayda ilə. Bax bunlar ikisi də eyni səviyyədədir. Eyni səviyyədəsə toplayıb bölürsən 2-yə. Yəni 2 ilə 4-ün cəmin bölürsən 2-yə. 3. Bax bura eləyir. Burada təpə nöqtədə də cisim hərəkət istiqamətini dəyişir də son sürəti 0 olur. Bu da olur 3. Vsyo. Təcil verib sənə başlanğıc sürəti soruşur. Təcilin düsturunu yazıram. A bərabərdir. V çıx V0 böl T. Bərabərdir 4. Vsyo. Son sürət verib bizə 0. Çıx. Başlanğıc sürət lazımdır. 4. T də buradan bura qədər gəlib neçə saniyədə? 3 saniyə. Vsyo. Onda V0 olacaq mənfi 12. Vsyo. Cavab B variantı. Neçənci sualdır? 12. 13. Aha, bax bu da qəşəng sualdır. Deməli, məsələdə deyir ki, təcil verib bizə. Deyir 1 və 3 saniyə anlarında sürətləri eynidir. Sürətləri eynidir deyəndə, bax məsələn buna V desəm, bu da V olur da. Amma mənfi V. Vsyo. İndi mən nə edəcəm? Bizdən təcil verib də bizə. Bax biz bilirik ki, bax buradakı təcil buradakı təcilə bərabərdir. Çünki təcil hər yerdə eynidir. Məsələn, buna mən A1 desəm, buna A2 desəm, onda nədir? A1 bərabər A2-dir. Təcil eynidir, axı təcilin modulu eynidir. Aha. İndi bax. A1-in yerinə nə yazacağam? V çıx V0 böl T, yəni 0 çıx V böl. Aha. Burada deməli 0 çıx V böl. Bu T-də müəyyən bir T anıdır. Bu T anıdır. T minus 1 bərabərdir. Bunun üçün də eyni qaydanı yaza bilərəm. Yəni olacaq son sürət. Çıx başlanğıc sürət orada 0-dır. Böl zaman da 3 minus T-dir. Vsyo. İndi buradan hesablama aparsa bunlar xəsar gedir. Buradan alır nə? T minus 1 bərabərdir 3 minus T. Buradan da riyazi hesablama aparsam mən T minus 1 çıx 3 üstəgəl T bərabər 0. Deməli 2T bərabərdir 4-ə. T bərabər 2. T-ni tapdım 2. Aha. T-ni 2 tapandan sonra mən buradan təcil də verilib də bizə. Başlanğıc sürəti tapa bilərəm. Təcilin düsturu nətərdir? A bərabər V çıx V0 böl T. Yəni bax bunu silirəm ümumi şəkildə. Bax bunu mən tapdım. Deməli nə? 2. Vsyo. Bax buradakı təcil verib də mənə. Təcil ümumiyyətlə hər yerdə eynidir. Bax bu sürəti bizdən soruşur. Bax bu sürətdə verib bizə 0. Vsyo. Yəni bu bərabərdir mənfi 8-ə. Son sürət 0 çıx. Başlanğıc sürət V0. Mənfi 8 vur. T-də tapmışam da 2. Onda V0 olacaq 16. Vsyo. Cavab C variantı. Sonra keçək 14-cü suala. B cisminin A cismə nəzərən sürəti. B-nin A-ya nəzərən sürəti deyəndə B-dən A-yı çıxırsan. Deməli istiqamət çıxılana tərəf yönəlir. Bax buna tərəf. Bax bu vektor lazımdır bizə. Bunu da kosinuslar teoremi ilə tapa bilərəm də mən. Deməli bax B-nin A-ya nəzərən sürəti. Bu da belə olacaq da. Kök altda. Deməli V kvadrat plus 2V-nin kvadratı 4V kvadrat çıx 2V1 V1 budur. V2 də budur da. V1 V2 kosinus 60-da 2-də 1 verir. Vsyo. Bu da eləcək kök altda 4 o da bir 5V kvadrat çıx. Bu 2 ilə 2 getdi. Qaldı nə? 2V kvadrat. Bu da eləcək. Deməli kök altda 3V-də. Cavab oldu nə? B variantı. Sonra burada məsələdə nə deyir? A cisminin B cismə nəzərən sürəti. Deməli A cisminin B cismə nəzərən sürəti nə deməkdir? A-dan B-yi çıxırsan vektorial.
A-dan B-yə çıxırıqsa istiqamət A-ya tərəf yönəlir də. Bax belə olacaq. Çıxılana tərəf. Cavab B. Sonra 16. Deməli 16-da bizdən nə soruşur? 20 saniyə ərzində cisimlərin icra etdiyi yer dəyişmələri müqayisə edin. Biz də bilirik ki, VT qrafikində fiqurun sahəsi bizə verir yer dəyişmə. İndi birincidə nətər tapırıq birincində? Bax bu fiqurun sahəsi bax. Bax bu. Bunun altındakı sahə. Bu da nə olacaq? Deməli 2 düzbucaqlının sahəsi 2V0 vur 20. Bu da eləcək 40 dənə V0. Bəs 1-in altındakı sahə nə olacaq? Bax bu üçbucağın sahəsi. Üzr istəyirəm 2-nin altındakı sahə. S2 nə olacaq? Deməli V0-ı vururam 20-yə, bölürəm 2-yə. Bu da eləcək 10 dənə V0. Məlumdur ki, birinci ikincindən 4 dəfə çoxdur da. Tərəf-tərəfə bölsəm bunu, belə alıram da S1 bölü S2 bərabərdir 4-ə. Onda S1 bərabər 4 S2. Bax, cavab burada olacaq, bax bu. Y variantı. 17. Deyir ki, cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Nə qədər müddət ərzində cisim 100 metr yer dəyişmə icra eləyib? Aha. Ha. İndi bunu tapmaq üçün cismin sürətinin proyeksiyasının zamandan asılı qrafik verilib. Nə qədər müddət ərzində cisim 100 metr yer dəyişmə icra eləyib? İndi baxaq. Birinci bax, bu sahəni tapaq. Görək nə verir bizə, bax bunu. Bu S1. S1 nədir? S1 bərabərdir. Üçbucağın sahəsi. Bax bu. Üçbucağın sahəsi. Daha doğrusu bunu belə yazaq da. Bax bu S1'dir. Bax bu. Bunun sahəsi nə olacaq? Bax bu. Bunun altındakı sahə. Deməli olacaq 4 vur 20 böl 2. Böyləcə 40. İndi 40-ın üstə nə gəlsəm 100 eləyər. 60. Aha. İndi mən də bilmirəm də, müəyyən bir zaman seçirəm özümə. Bilmirəm həmin zaman nədir. Bax. Bu həmin o 40 deyil bu. Ümumi 100'dür. Deməli, bax bu sahə 60 eləməlidir. 60. Onda nə olacaq? Bu T-ni bilmirəm də nədir? Bax bu T. Onda nə olacaq? Bu fiqurun sahəsi var ha. Bu fiqurun sahəsi bizə verəcək 60'ı. Yəni yazıram. Deməli 60 bərabərdir 20 vur T. Üzr istəyirəm. 20 vur. T minus 4. Yəni bu fiqurun sahəsi də. Bax bu fiqurun sahəsi. Bax. Aha. Bu da olacaq nə? T minus 4 bərabər 60'ı 20'yə böləndə eləyir 3. Onda T bərabər olacaq 7. Deməli 7 saniyədə bu cisim 100 metr yer dəyişmə icra eləyib. Cavab D variantı. Sonra baxaq 18'ə. 18'də də yolları bizə deyir. Fiqurların sahələri nə gedəcək? S1 nə olacaq burada? Bax bu fiqurun sahəsi. Onda olacaq üçbucağın sahəsi. Yəni 20 vur V0 böl 2. Bu eləcək 10 dənə V0. İkinci fiqurun sahəsi də bax budur. Bax. Trapesiyanın sahəsi bax bu. Trapesiyanın da sahəsi olacaq oturacaqlarının cəminin yarısı vur hündürlük. Bu da eləcək 3 dənə V0 vur 10 da. Vur 10. Bu da eləcək 30 dənə V0. İkinci birincindən 3 dəfə çoxdur da. İkinci birincindən 3 dəfə çoxdur. Bu da cavab olacaq A variantı. Sonra 19. Bizə deyir ki 3 saniyədə A cisiminin B cisimə nəzərən sürəti. Bax 3 saniyə olanda, bax fikir verin diqqətlə. A cisiminin də sürəti olub 40. B cisiminin də sürəti olub 40. Və bunların bir-birinə nəzərən sürəti nə olacaq? Yəni A cisiminin sürətindən B cisiminin sürətini çıxanda. 40-dan 40'ı çıxanda nə verir bizə? 0. Sonra 20. Deyir ki cisim hərəkət istiqamətini neçə dəfə dəyişib? Bax. Cisim üzü aşağı gedir. Deməli bunun sürətin proyeksiyası mənfidir. Mənfi. Bax bu nöqtədə cismin sürəti 0 oldu. Sonra x ox istiqamətdə etdi. Sürət işarəsini harda dəyişir? Bax burada. Deməli bir dəfə dəyişib. Mənfidən keçib müsbətə. 21.
VT qrafiki verib de ümumi hərəkət müddətində cismin yola görə orta sürətini tap. Yenə də bax sahələrlə gedirik. Birinci sahə budur, ikinci sahə budur. Birinci sahə bax budur bax. İkinci sahədə bax budur. Onda nə edirəm? Birinci sahə düzbucaqlının sahəsi 300-ü 10-a vururam, eləyir 3000. İkinci də olacaq nə? Həmin bax bu fiquru sahəsi bax, bir də deyirəm. Bax bu fiquru sahəsi. Bu da eləcək. Deməli 600-dən 300 çıxanda qalır 300, 300-ü də 100-ə, deməli 300-ü neçəyə vururam 15-ə. Bu da eləyir 45, 3-5-in 15, 45 yanında 2 0. Aha, indi onda S yolu nə olacaq? Sahənin cəmi də 7500. İndi ümumi hərəkət müddəti cismi yola görə orta sürəti tapın. Yola görə orta sürət, yolu bölürsən zamana da. Ümumi zaman nə qədərdir? Üzr istəyirəm, ümumi zaman. Ümumi zamanı tapmaq üçün biz nə edəcəyik? Bax, dəyərli müəllimlər. Deməli, birincində zamanı tapmaq üçün biz nə edəcəyik? Burada mən zamanı tapa bilərəm. T1 bərabər S1 böl V1. Yəni 300 böl 10. Bu elədir 30. İkinci zaman budur, bax. İkinci zaman. İkinci zaman olacaq nə? T bərabərdir S bölü V. S nədir? 300-dən gəlib 600-ə. S'imiz nədir? 300. S böl V 15. Neçə eləyib? 20. Deməli, ümumi zamanda 50-dir də. O da eləcək neçə? Deməli, 150. Yox, 150, hə. Yox, 15-ə. 700, 5-in 25. Hə, düzdür, 150. Düz yazdım. Deməli, 50. Deməli 4500 üstünə 3000 gələndə eləyir 7500. Burada zamanı biz nətər tapdıq? Birinci T bərabər S böl V. Burada da T bərabər S böl V də 15-dir. 20. 30 ilə 20-nin cəmi elədi 50. Hə, 5-in 25 7 150. 150 ola bilməz axı burada. Deyəm bir dəqiqədə bax, bir dəfə də baxaq buna. Yox, səhv yazdıq bunu biz. Səhv yazdıq. Tamamilə səhv yazdıq. Bax. Burada müəllimlər. Deməli T1-i tapaq. T1 bərabər S1 böl V1-dir. Mən elə bildim sahə deyil bu. V-nin S-dən asılıq qrafikidir. T1 bərabər S1 böl V1. S1 nədir? Bax birinci bura baxırsan bax. Bax bu. Düzdür? Deməli S1 300 metri gedib 10-la. Yəni 300-ü bölürəm 10-a. Bu eləyir 30. T2 olacaq. 300-dən gedib 600-ə. 300. Deməli zaman da nədir burada? Sürət də nədir? 15. Bu elədi nə? 20. Vəsə. Onda yola görə orta sürəti nədir? S yol böl T-dir də. T ümumi. Yolun ümumi zaman. Ümumi zaman nə qədərdir? Ümumi yol nə qədərdir? 600 də. Ümumi yol 600-dür. Zaman da nədir? Ümumi zaman 50. Əlbəttə bu eləcə 12. Cavab burada olacaq D variantı. Sonra qəşəng sualıdır bu. Sonra baxaq. Deməli 22-ci sual. Cismin başlanğıc sürətini tapmaq lazımdır burada. Üzr istəyirəm, başlanğıc koordinatı. Belə deyək də, bu bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkətdə hər yerdə sürət eynidir. Buna V1 desəm, buna V2 desəm, yazaram V1 bərabər V2. Oxşarlıqla da tapmaq olar. V1 nədir? Son koordinat 0 çıx. Başlanğıc koordinat x0 böl. Zamanda 10 bərabərdir. İndi V2 üçün son koordinat 40-dır. Başlanğıc koordinat 0-dır. Zaman da 10-dan gəlib 20-yə 10. Onda burada olacaq 4. Onda x0 nəyə bərabər olacaq? Mənfi 40-a. Cavab olacaq Y variantı. Və yaxud da oxşarlıqla da tapa bilərsən. Oxşarlıqla da bax bu bucaq bu bucağa bərabərdir. Yəni nə olacaq? 40-ın bax bunun üçün yazıram. 40-ın 10 olan nisbəti bərabərdir. Bir də bunun üçün yazıram. X0-ın deməli 10 olan nisbəti. Vəsə. Eyni şey verir. Mənfi aşağıda olduğuna görə mənfini qeyd edirik orada. Sonra bura baxaq 23-ə. 23. Deməli
Axına perpendikulyar istiqamətdə suya daxil olan üzgüsünün suya nəzərən sürəti 3 metr böl saniyədir. Axının sürəti 5-dir. Deməli, axının sürəti, bax, bu sənə verib və çayın sürəti də. Bu 5-dir. Bu da bizə verib 3. Bizə deyək ki, üzgüsünün sahilə nəzərən sürəti. Onda sahilə nəzərən sürəti nədir? Üzgüsünün sürəti ilə çayın sürətinin vektorial cəmi. Yəni, bax, belə deyək də. Vektorial cəmi nədir? Bax, belə yazıram, bax. Və sahilə nəzərən sürəti, buna yerə nəzərən sürəti deyirlər. Üzgüsünün sürəti ilə çayın sürətinin vektorial cəmi. Onda bu nə edəcəm? Bax. Üzgüsünün sürətinin üstə çayın sürətini gələcəm. Bax. Onda həmin bu vektor bax budur da. Birincinin başlanğıcı ki, bax bu vektor. Bunu tapmaq üçün kök altda kvadratları cəmi olacaq da. Kvadratları cəmi nə olacaq? Deməli, kök altda 3-ün kvadratı 9, üstə gəl 5-in kvadratı 25. 34 eləyir də bu. D variantı. Sonra baxaq buna. V sürəti ilə hərəkət edən cismin hansı istiqamətdə hərəkət edən cisimlər nəzərən sürətinin modulu V-dən böyükdür? Aha, bax, bu da qəşəng sualdır. Deməli, V-dən böyük olan, V-dən hansı böyük ola bilər? V-dən hansı böyük ola bilər? Deməli, bax, burada 1, 2, 3 olar da. Çünki V sürəti ilə hərəkət edən cismin hansı istiqamətdə hərəkət edən cisimlər nəzərən sürətinin modulu V-dən böyükdür? İndi V-dən böyük olması üçün burada deməli 1 olar. V-dən böyükdür. 1-dir. Sonra 2-dir. Çünki əks istiqamətdə olanda sürətlər toplanır. Toplandanda böyük olur da. Bir də 3-dür. Amma bu kiçik olacaq. Çünki sürətlər eyni istiqamətdə olanda çıxılır. Bu kiçik olacaq. 4. Bunu götürməyəcək. Deməli olacaq 1, 2, 3. Sonra baxaq buna 25. Cismin getdiyi yolu tapmaq lazımdır. Gedilən yolu tapmaq üçün buradan gəlib bura. Düzdür? Aha, buradan bura gəlirsə nə qədər yol gəlir? 50-dən gəlir 10-a. 40 metr. Plus. İndi bir də buradan bura gəlir. Bunu tapmaq üçün, bax, bura 40-dır. Bax, bura nə qədərdir? Deməli, 40-dan 10 çıxdım 30. Deməli, bura nə olacaq? 50 olacaq da. Deyəcək 90. Cavab E variantı. 25, 26. Bizdən soruşur, cismin sürət zaman qrafikini əssən 3 saniyə ərzində getdiyi yol. 3 saniyədə yolu tapanda fiquru sahəsini tapırsan da. 3, 4-ün 12. B variantı. 27. Sürətləri müqayisə eləmək lazım. Bərabər sürətli hərəkətdir. Birincinin sürəti nə olacaq? X minus x0 böl t. Yəni 40 minus 20 böl t eynidir də burada. T olacaq nə? 20 böl t. İkincini də eyni qayda ilə. X minus x0 böl t. Yəni son koordinat, çıx başlanğıc koordinat zamanda t-dir. Bu da eləcək 40 böl t. İndi əlbəttə bu 40-ı yazmaq olar da. 40-ı yazmaq olar. 20 böl t var 2. Bu 20 böl t-ni yerinə mən yaza bilərəm də V1 olacaq 2 dənə V1. Cavab D variantı. 28. 27, 28. Eyni istiqamətdə bərabər sürətlə hərəkətə başlayan cisimlərdən birincinin sürəti 20 metr böl saniyə, ikincinin sürəti isə 15. Biz bilirik ki, eyni istiqamətdə olanda birincinin ikinciyə nəzərən sürəti eyni istiqamətdə olanda çıxılır da. Birincindən ikinci çıxıram da. 20 çıx 15 bərabər 5 metr böl saniyə. Sonra 29. Hansı irəliləmə hərəkət ola bilər? Ümumiyyətlə, irəliləmə hərəkət odur ki, bütün nöqtələri eyni cür hərəkət edən cismin hərəkətinə irəliləmə hərəkət deyilir. Deməli, irəliləmə hərəkəti edən cismin hökmən iki nöqtəsini birləşdirən düz xətt bir-birinə paralel olmalıdır. Bax, məsələn, bu
Bu cismin niyə görə biz deyirik ki, bu cisim irəliləmə hərəkət edir? 2 dənə istənilən nöqtəsini götürək. Məsələn, buna deyək A, buna deyək B. Buna deyək A', buna deyək B'. Fikir verin. Bunları paralel birləşdirsək, bax bunlar görsən bir-birinə paralel qalır. Hökmən paralellik olmalıdır və eyni zamanda bax bu olan yerdə bu olmalıdır. B olan yerdə də B olmalıdır. Məsələn, burada da paralellik var. Bax bir A-da da paralellik var. Sadəcə. Burada A olanda burada da A olmalıdır. Ona görə bu səhvdir. Burada paralellik yoxdur, burada yoxdur. Burada ümumiyyətlə bunlar paralellik burada yoxdur. Bax burada ancaq buradadır. Çünki A olan yerdə A-dır, B olan yerdə B-dir və bunlar bir-birinə paraleldir. Cavab olacaq D variantı. Və ən nəhayət 30-cu suala baxaq. Deməli, başlanğıc anda eyni nöqtədə olan 1 və 2 cisimlərinin sürət zaman qrafikləri vermişdir. Cisimlərin sürətinin bərabər olduğu anda onlar arasındakı məsafə. Ümumiyyətlə, cismin sürəti harada bərabər olur? Bax, bu nöqtədə. Deməli, nə edəcəyik? Sahələrlə gedəcəyik. Birincinin sahəsini tapmaq üçün birinci fiqurun altındakı sahə. Bax, budur. Bax, fikir ver. Bax, belə deyək də. Bax, bu sahə. İndi bu sahədə, burada görsən, bir dənə düzbucaqlı var, bir dənə də trapesiya var. Deməli, nə yazacağım bura? Yazacağım S düzbucaqlı plus S trapesiya bərabərdir. Düzbucaqlının sahəsi 4'ü 30'a vurdu, elə də 120 plus trapesiyanın da sahəsi budur. Bu trapesiyanın sahəsi budur. Deməli, 30 plus 15 böl 2 var. Hündürü də 6'dan 4 çıxıram 2. Deməli, 120 üstəgəl 45. 165 metr tapdım. İndi bunu silirəm. 2'nin altındakı sahə isə, bax budur. Üstbucaq. Üstbucağın sahəsi oturacağı ilə hündürü hasilin yarısı. Bu da eləcə 45 metr. İndi məsələ bu qəşəng. İndi məsələnin gözəlliyi burasındadır, bax. Məsələdə deyir ki, başlanğıc anda eyni nöqtədə olub. Bax, başlanğıc anda eyni nöqtədə olub. Həm birinci cisim, həm ikinci cisim. İndi fikir ver. Birinci cisim x ox istiqamətdə. Niyə görə? Çünki bunu hər ikisinin v-si müsbətdir. Yəni, sıfırın yuxarısındadır qrafiklər. Ona görə hər iki cisim eyni istiqamətdə hərəkət edir. Birinci cisim 165 metr gəldi bura. Bax, bura. 165 metr. İkinci cisim isə x ox istiqamətdə gəlib 45 metr. Buradan gəlib bura. Bunlar arasındakı məsafə nə olar səncə? Bunlar arasındakı məsafə əlbəttə ki, bax budur. Bax bu məsafəni tapmaq lazımdır. Yəni 165-dən 45-i çıxıram. Nə qədər qalacaq? Deməli, qalacaq 120 metr. Cavab olacaq C variantı. Deməli, diqqətinizə görə sağ olun və eyni zamanda bizim hazırladığımız sınağın da QR kodu var. Yəni QR kodu vurmaqla deməli sınağın cavabını əldə eləmək olur. Sağ olun, diqqətinizə görə minnətdaram.